Bugün dünyada gedən proseslər onu göstərir ki, bugün uşaqlar, yeniyetmələr ciddi bir təsir altındadırlar və onlar bu rəqəmsal mediadan təsirlənirlər və bugün bu dünyada ciddi narahatlıq doğuran bir məsələyə çevrilibdir. Yəni bugün müxtəlif internet oyunları, sosial media uşaq və yeniyetmələrdə müəyyən psixoloji gərginlik yaratmaqdadır və bu da bir sıra problemləri qabardır. Artıq bir sıra ölkələr bu istiqamətdə addımlar atırlar. Tutaq ki, İspaniya, İtaliya sosial media ilə bağlı 16 yaşa qədər uşaqlarla bağlı. Hesab edirəm, Azərbaycanda da bu istiqamətdə biz artıq ciddi düşünməliyik. Birinci, valideynlər uşaqlarına vaxt ayırmalıdırlar, onlarla daha çox vaxt keçirməlidirlər, onların tərbiyəsinə xüsusi önəm və əhəmiyyət verməlidirlər. Uşaqların sərbəst sosial mediadan, internetdən istifadəsinə məhdudiyyət qoyulmalıdır və eyni zamanda qanunvericiliyə biz bir sıra ciddi dəyişikliklər edilməsinə baxmalıyıq və bu məsələni xüsusi diqqətdə saxlamalıyıq. Və eyni zamanda müəyyən oyunlar var ki, bunlara internetdə sərbəst çatmaq mümkündür. Onlardan ölkəmizdə istifadəyə, ölkəmizdə əlçatanlığına son qoyulmalıdır. Və eyni zamanda bütövlükdə cəmiyyətdə geniş maarifləndirmə, təbliğat işləri aparmalıyıq ki, biz gəncləri bu proseslərdən qoruyaq. Əgər bu istiqamətdə ciddi addımlar atılmazsa, gələcəkdə bu cür hadisələr və uşaqların bu internet mühitindən təsirlənməsi, onların zərərli vərdişlərə, tendensiyalara meyllənməsi daha da artacaqdır. Çünki bu asılılıq özünə artıq bir çox sahələr və istiqamətlər üzrə biruzə verir və bunun artıq biz təzahürlərini cəmiyyətdə də görürük. Ona görə bütün cəmiyyətin səfərbər olmasına, fəal bir iş aparmasına ciddi ehtiyac var.